Salam dəyərli izləyicilər, bugün sizə növbəti süni intellekt aləti barədə məlumat verməyə çalışarıq. Magnific proqramına daxil oluruq. Burada generate image edə bilərik və burada da var eyni şey. Burada random prompt vururuq. Yəni təsadüfi bir prompt və ya onların özlərinin verdiyi prompt. Dəyişə bilirik, üzərinə vurmaqla dəyişirik. Daha genişlər də olur bəzən. Bir müddət gözləyirik və bizə şəkil verir. Biz özümüz də orada prompt yaza bilirik. Mən yazdığım promptlar takibdə qalıb gördüyünüz kimi. Şəklə baxırıq. Kreativ, amma yanlışlıq var, gördüyünüz kimi burada buyruq tərəf düşür və iki dənə qalıb kimi təqdim çalışır. Şüşə formatında qalıb şəkli, bunu insan da edə bilirik. Burada fish sözünü dəyişib. Fish yerinə məsələn gördüyünüz kimi ikinci şəkildə hazır oldu. Bunu uşaq edək. Yəni o prompt qalır yerində, siz əsas hissələri dəyişirsiniz və başqa bir şəkildə ala bilirsiniz. Uğurlar olsun hər birinizə.